Değerli izleyiciler, Ayrı 24'ün efirində nə deyirlərlə qarşınızdayıq. Xoş gördük hər birinizi. İndi araşdırmamızdan davam edirik. Həftənin diqqət çəkən xəbərlərindən biri də Donald Trump'ın Çindən ayrılması ilə eyni vaxtda Putinin Pekinə səfər tarixinin açıqlanması oldu. Ağ Ev sahibinin ziyarətindən 5 gün sonra, yəni mayın 19-20-sinə nəzərdə tutulan bu səfər artıq indidən ciddi müzakirə mövzularından birinə çevrilib. Kreml sahibinin bu qədər tələsməsinin altında yatan səbəbləri və bu ziyarətdən gözləntiləri bir araya gətirmişik, izləyək. Donald Trump'ın ardınca Vladimir Putinin Çinə səfər tarixləri elan olundu. Kreml Rusiya liderinin 19-20 may tarixlərində Pekində olacağını açıqladı. Birləşmiş Ştatlar lideri Donald Trump'ın səfərindən bir həftə sonra Putinin Çinə yollanması xüsusi diqqət çəkib. Kreml rəhbərinin Pekinə ziyarəti ölkələr arasında münasibətlərin əsasını təşkil edən yaxşı qonşuluq və dostluq əməkdaşlığı müqaviləsinin 25 illiyi ilə eyni vaxta düşür. Bu razılaşma Moskva-Pekin əlaqələrinin strateji bazası hesab olunur. Liderlər bu dəfə strateji əməkdaşlıq, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqları planlaşdırılır. Lakin baş tutacaq bu görüşün əsl məqsədinin fərqli olduğu bildirilir. Belə ki, Putin və Xi Jinping qərbə qarşı çox qütüblü dünya mesajını vermək niyyətindədirlər. Analitiklərin fikrincə Putinin Pekində keçirəcəyi görüş Birləşmiş Ştatlar Çin-Rusiya üçbucağını gündəmə gətirəcək. Tərəflər dünyaya güc balansı nümayiş etdirməyi planlaşdırırlar. Xi Jinping həmişə ABŞ-ni geridə qoymaq və dünyanın dominant gücünə çevrilmək məqsədi güdüb. Ona nə deyilməsindən, kimlərin onun yanına aparılmasından asılı olmayaraq o bu istiqamətdə hərəkət edəcək. Görünür ki, Çinlə ABŞ arasındakı münasibətlərdə böyük irəliləyiş əldə olunmayıb. Amerikalılar hazırda Çinin böyük rol oynayacağı yeni dünya düzəninə uyğunlaşmağa çalışırlar. Önümüzdəki həftələrdə prezident Donald Trump'ın Tayvana 14 milyard dollarlıq silah göndərişinə icazə verib verməyəcəyini görəcəyik. Bunun fonunda Pekinin dünyanın mərkəzi gücünə çevrilmək niyyətində olduğu da sezilir. Çünki Çin həm Washington, həm də Moskva ilə əlaqə qura bilən yeganə ölkə roluna sahiblənmək istəyir. Xarici nəşrlər yazır ki, Pekinin iki süper gücün liderini ardıcıl qəbul etməsi qərbə qarşı diplomatik addımdır. Üstəlik Pekin bununla Moskva ilə sərhədsiz tərəfdaşlığını nümayiş etdirir. Çünki Avropanın Rusiyaya qarşı sanksiyaları Çini bu ölkənin ən böyük iqtisadi dayağına çevirib. İki ölkə arasındakı ticarət dövriyyəsi artıq 200 milyard dolları keçib. Rusiya Çindən neft və qaz tədarükünü təmin etmək, əvəzində isə qərb texnologiyalarını əvəz edə biləcək Çin mənşəli sənaye məhsulları qazanır. Keçiriləcək görüşdə də bu detalların müzakirə olunacağı proqnozlaşdırılır. Məhz bu ticarət şəbəkələrinin və qərb sanksiyalarına məruz qalmayan yerli valyutalarla ödəniş mexanizmlərinin daha da gücləndirilməsi masada olacaq. Tərəflər son illərdə iqtisadi əməliyyatlarda sanksiyalardan yayınmaq üçün daha çox rubl və yuan istifadə etməyə başlayıblar. Milli valyutalarla aparılan əməliyyatlar xərcləri və valyuta risklərini də azaldır. Çin ise bu gelişmelerde kendisini yeni küresel sistemin merkezi ülkesi konumuna getirmeye çalışmaktadır. Trump ise Rusya'ya karşı ve küresel sisteme karşı Çin'i durduramayacağını anlamakla birlikte Çin'i yanında tutmaya çalışma hedefiyle hareket ederken Putin Avrupa'ya karşı stratejik olarak Çin'i uzak tutmama hedefi ortaya çıkmaktadır. Putin aynı zamanda petro-dolar paritesinin küresel para sisteminin çökertilmesi hedefiyle kendi para birimleriyle ticaret yapabilmenin yollarını aradığı da unutulmamalıdır. Vladimir Putin və Xi Jinpingin bu görüşdə ABŞ-nin tək qütüblü qlobal təhlükəsizlik siyasətinə qarşı birgə bəyanat yayacağı gözlənilir. Hər iki lider qərb blokuna meydan oxumağa çalışacaq. Analitiklərin fikrincə Putinin Çinə bu səfəri qərb nə qədər təzyiq göstərsə də Pekin-Moskva xətti qırılmır mesajı verəcək. Çin də Trumpa qarşı əlindəki ən əsas kartlardan biri olan Rusiyanı masada saxladığını nümayiş etdirəcək. Pekin ABŞ ilə münasibətləri tam qırmadan qlobal balans yaratmaq və Moskva üzərində təsirini saxlayacaq. Avrasiya məkanında gücünü artırmaq niyyətindədir. Rusiya üçün isə Çinlə yaxınlıq həm iqtisadi nəfəs borusu, həm də siyasi legitimlik deməkdir. Moskva qərbə göstərmək istəyir ki, dünyanın ikinci ən böyük iqtisadi gücü onun yanında dayanır. Bu səbəbdən Pekin görüşü ABŞ-Çin-Rusiya üçbucağında yeni diplomatik mərhələnin başlanğıcı kimi dəyərləndirilir.